amonimlərlə sizin məntiqinizi əks edən kapitalizmin tələlərinə birlikdə nəzər salacağıq. Birinci və ən yayılmış tələ. Yeni doğulacaq nəslin cinsiyyət məclisini keçirtmək deyə bir axmaq trend var. Əvvəllər insanlarımız övlad sahibi olmanın şükrünü edirdilər. İndi isə nə edirsiniz? Uşağınızın cinsiyyətini öyrənməyi belə reklama, dəvətə və mərasim xərclərinə çevirirsiniz. Övladlarınızın təhsilinə, ölkələri gəzməsinə deyil, mavi ya da çəhrayı dumanlar uçsun deyə tüstülərə sərvətlər ödəyirsiniz. Ailə dəyərlərini, səmimiyyəti öldürüb yerinə dopamin və bəyəni saylarını qoyursunuz. İkinci kapitalizm tələmiz isə lap biabırçıdır. Əvvəllər ayaq yolu və xəstəxana üzünə baxmadığınız o plastik şəpitləri bir daha xatırlayın. Üstünə 2 dənə rəngli düymə yapışdırıb, altına da Balenciaga adlı bir markanın adını yazdılar. İndi isə minlərlə insanın yüksək məbləğlər verib, trend kimi sırıdıqları həmin şəpitləri qapış-qapış alırsan. Ayaq yolundan podiuma qədər fərq sadəcə sənin ödədiyin o faizli marketinq xərcləridir. Buyurun, davam edək. Üçüncü tələmiz. Yırtıq geyimlər əvvəllər yoxsulluğun simvolu idi. İndi isə zəngin və əsalətli görünmək üçün yamaqlı, dəlik-deşik qumaşlara sərvətlər tökənlər az deyil. Kapitalizm, Edward Bernays reklamları, manipulyasiyaları sənə köhnəni yeni, keçmişin qüsurlarını müasirlik deyə satır. Növbəti tələmiz məşhur Dubay şokoladı olacaq. İllərin qədayifini, fıstığını aldılar və bir şokoladın içinə doldurdular. Adını da Dubay qoyub, rəngli bağlamalarla nadir bəzək verdilər. Yaxşı, bəs siz nə etdiniz? Sanki qızıl mədənləri tapmış kimi o dükanların önündə sıralar düzüb, manatlarınızla və saatlarca yorğun-arğın növbələr gözlədiniz. 5-ci kapitalizm tələmiz vintaj termini adı altında köhnə əşyaların satılmasıdır. Ananızın tavan və balkon şkaflarına cehiz kimi yığdığı, üzünə belə baxmadığınız o köhnə fincanları, boşqabları bir antik mağazasında minlərlə manata geri alırsınız. Marketinq istehlakçıları adını da retro qoyunca sizin xatirələriniz belə artıq birilərinin karı, varlanması, kapitalizmin isə sizin üzərinizdəki qalibiyyəti olur. Növbəti tələlərimizi ikinci hissəmizdə sayacağıq.